Yanvarın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 18-dən 19-una keçən gecə və axşam saatlarında arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhər ətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civestonundan 768 mm civestona inəcək. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman, mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə aşağıda, gündüz 1-4 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə aşağıda, yüksək dağlıq ərazilərdə 13-17 dərəcə aşağıda, gündüz 3-7 dərəcə aşağıda olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.